Əksəriyyətində gedən problemdən əlaqədar, bax İranda çevirişdir, bəzi ölkələrdə hər şey tərsinə gedir. Bizdə də heç nə ürək açan deyil. Bir Azərbaycan vətəndaşı kimi, bir gənc kimi qıraqdan izləyərək görürəm ki, bizdə də heç nə xoşa gələn deyil. Bizdə də vəziyyət çox gərginləşir. Çünki baxın, bizdə də qanunlar sərtdir, vətəndaşlara zulm, əziyyət çoxdur. İşsizlik həddi çoxalıb. Yəni tamamilə bu çoxalıb. O vətəndaşın biri də özüməm. Yəni harda iş tapırsan tap, 10 gündən sonra ya maaşında problem yaranır, ya iş bağlayırlar. Yəni bu Azərbaycanda çoxalıb. Və hər bir ölkənin strukturunda çökünlük yaradan onu idarə eləyənlərdir. O vəzifə borcunu yerinə yetirə bilməyənlərdir. Niyə baxın? Hansısa varlı durub ayağa qalxıb çeviriş eləyə bilməz, nəyinsə davasını eləyə bilməz. Əlbəttə kim ayağa qalxacaq? Kasıblar. Kim çeviriş eləyir? Kasıblar. Niyə? Çünki yaşaya bilmirlər. İşıq, qaz, su, kommunal, xəstəlik müalicəsi və s. olan problemləri həll eləyə bilmir. Vəzifədə oturanlar da icra eləyə bilmir. Onların tələbatlarını gedərə bilmir. Ona görə nə etmək lazımdır? Birinci, vətəndaş olaraq kasıblara bir nömrədə qayğı göstərmək lazımdır ki, sabah onlar ayağa qalxmasın. Varlı ayağa qalxası deyil zaten. Varlıdır. Yaşadığını yaşayıb gördüyünü görüb, obyekti var, ev var, filan vəsməkə var, qazancı var. Kasbın nəyi var? Əkin sahəsində bir iki katoşka tullayır, onu da sata bilmir. Ya suyu yoxdur, suvara bilmir. Ya suyu tapır, suyu satışı yoxdur, sata bilmir. Yəni bu şeylərə görə kasıba dəyər vermək lazımdır ki, bəzi ölkələrdə müqayisədə bizim ölkədə o şeylər baş verməsin.